Sabunçu rayonunda qalmaqallı iddialar gündəmdədir. Başkanov qəsəbəsi Əhməd bəy Ağayev küçəsində yerləşən Möcüzə Marketin sahibi, eyni zamanda Başkanov çörəyinin rəhbəri olduğu bildirilən Rasim Nəbiyevlə bağlı sakinlər redaksiyamızın narazılığını bildirib. Sakinlərin sözlərinə görə marketin arxa hissəsində yerləşən məhəllə uzun müddətdir ambar kimi istifadə olunur. İddialara əsasən əraziyə mərhələli şəkildə müxtəlif tikililər artırılır. Uşaqların oynayacağı boş sahələr isə demək olar tamamilə zəbt edilib. Hazırda isə məhəllə sakinlərinin iddiasına görə həmin ərazidə yeni ambar tikintisi aparılır. Tikintinin qarşısı alan əsas maneənin isə ərazidə yerləşən ağac olduğu bildirilir. Adının açıqlanmasını istəməyən sakinlər deyirlər, burada artıq məhəllə yox, sanki bazar yaradıblar. Hər yeri tikə-tikə gedirlər. İndi də yeni ambar tikirlər. Ağac olduğuna görə üstünü tam bağlaya bilmirlər. Qorxuruq ki, gecə saatlarında hamı yatandan sonra ağacı gizlincə kəstirsinlər ki, heç kim görməsin. Qeyd edək ki, bir müddət əvvəl Bakıxanov çörək zavodunun əcnəbi vətəndaşları qanunsuz işlətdiyinə görə külli miqdarda cərmələndiyi ilə bağlı məlumatlar da yayılmışdı. İndi isə sakinlər həmin şəxslə bağlı yeni iddialar səsləndirirlər. Məsələ ilə bağlı aidiyyəti qurumların əraziyə baxış keçirilməsi, tikintinin qanuniliyini araşdırılması və sakinlərin narahatlığına aydın gətirilməsini tələb olunur. Əgər səsləndirilən iddialar doğrudursa, ortaya ciddi suallar çıxır. Məhəllə niyə ambara çevrilməlidir? Uşaqların oyun sahəsini kim zəbt edir? Və əsası bir ağacın talehi niyə gecə saatlarının ümidinə qalmalıdır? Sizi ilə mən, Nüsrət Sayıqdıoğlu, Press Xəbər.